Salam əziz şagirdlər, bugün biz qoşma və digər nitq hissələri kimi işlənən sözlər haqqında öyrənəcəyik. Demək, qoşma və digər nitq hissəsi kimi işlənən sözlərdən, məsələn, ilə lalə qoşmasına baxaq. Belə bir cümlə yazaq. Dostumla mən kəndə gedirəm. Bu, dostumla, dostum ilə mən kəndə gedirəm. Burada qoşmadır. Əgər biz bağlayıcıda da ilə bağlayıcısı var. Biz necə seçirik? Və-ni deməli qoya bilirəmsə, dostum və mən kəndə gedirəm. Dostumla mən kəndə gedirəm. Burada feil təkdədirsə, bu qoşmadır. Belə bir qayda. Əgər feil cəmdədirsə, artıq bu deməli olur bağlayıcı. Bir də iləni və-lə əvəz edə biliriksə, deməli bu olur bağlayıcı. Dostum və mən kəndə gedirəm. Burada dostum və mən kəndə gedirəm. Burada feil uzlaşmayıb. Dostum və mən kəndə gedirik olmalıydı. Deməli, feil uzlaşmadığı üçün və burada və-ni biz istifadə edə bilmədiyimiz üçün bu nə olur? Qoşma. İkinci cümləyə baxaq. Samirlə Eldar dənizdə işləyir. Samir və Eldar dənizdə işləyir. Deməli, bu da lalə bağlayıcısıdır ki, bunu biz və-lə əvəz etdik. Və bir də necə ayırd edirik? Feillərin sonunda. Əgər feil təkdədirsə, bu artıq qoşma olduğunu bildirəcək. Feil cəmdədirsə, artıq bağlayıcı olduğunu bildirəcək. Kimi deməli qoşmasına baxaq. Evə kimi rəfiqəmlə getdim. Evə qədər, evədək, evəcən qoşmadır. Kimi rəsm çəkir, kimi dərs oxuyurdu. Bu qeyri-müəyyən əvəzlikdir. Kim rəsm çəkir? Kimi. Kim dərs oxuyur? Kimi. Yəni qeyri-müəyyən əvəzlikdir. Daha sonra və kimini biz evə kimi, evə qədər, sənin kimi, yəni bənzətmə qoşması ilə, bənzətmə bildirən qoşması ilə və yaxud məsafə bildirən qoşması ilə da biz bunu amonim kimi götürə bilərik. Tək sözünə baxaq. Gül tək açıldı. Gül kimi açıldı. Yəni tək burada qoşmadır. Tək əldən səs çıxmaz. Hansı əldən? Tək əldən. Tək sifətdir. Tək qalırdı. Necə qalırdı? Yəni tək qalırdı. Burada zərflikdir. Tək sənə inanıram. Yəni təkcə sənə inanıram. Burada ədatdır. Deməli, biz sözlərin hansı nitq hissəsinə aid olmasını axtarırıq və həmin sözlər fərqli məna ifadə etdi, fərqli nitq hissəsi oldu. Deməli, bunlar amonimlik təşkil edir. Doğru sözünə baxaq. Evə doğru getdi. Evə doğru, evə tərəf, evə sarı istiqamət bildirir. Yön istiqamət bildirən qoşmasıdır. Doğru fikri seçin. Doğru fikri seçin. Artıq burada sifətdir. Doğru danış. Burada zərfdir. Sarı sözünə baxaq. Məktəbə sarı gedirdi. Məktəbə sarı, məktəbə tərəf, məktəbə doğru, məktəbə qarşı. Yəni, burada istiqamət bildirən qoşmadır. Sarı qoşmadır. Sarı paltar geymişdi. Necə paltar? Sarı paltar sifətdir. Yarasını sarıdı. Nə etdi? Sarıdı. Burada isə sarı sözü feildir. Deməli, amonimlik təşkil etdi. Sarı qoşması nə ilə? Sifətlə, feillə amonimlik təşkil etdi. Qeyri, başqa, özgə sözlərinə baxaq. Səndən qeyri heç kimə inanmıram. Səndən başqa heç kimə inanmıram. Səndən özgə heç kimə inanmıram. Deməli, burada nə oldu? Qoşma oldu. İçəri başqa adam girməsin. İçəri
başqa adam girməsin. Artıq burada sifət vəzifəsindədir. Özgə, başqa, qeyri, deməli bunlar isə sifət vəzifəsində olur. Dərsimiz bu qədər. Sağ olun, növbəti dərslərdə görüşənədək.